107-ci sual. Canlının mRNA-sindəki bütün kod tripletləri guanin nukleotidi ilə başlasaydı, onda bu mRNA-də maksimum neçə növ kod tripleti ola bilərdi? 206-cı sualın eyni formasıdır. Burada sadəcə guanin deyir. İndi bunun mahiyyəti nədir? Biz normalda hər tripletimiz 3 nukleotiddən ibarətdir. Misal üçün yazıram urasil, adenin və adenin və yaxud yazıram guaninlə başlayan kod tripleti yazar. Guanin, adenin, urasil. İndi biz bilirik ki, bunun kod tripletləri 3-3 birləşir. Burada 4 növ nukleotid dayana bilər. Burada 4 növ, burada da 4 növ. 4 vurulsun 4, vurulsun 4. 64 növ kodon eləyir. Kod eləyir mRNA-də. İndi bizdən deyir ki, bunun yalnız ilki guaninlə başlasın. Deməli, bir növ nukleotidlə başlasın, digərləri 4 növ ola bilər. O zaman 1 vurulsun 4, vurulsun 4. Digərləri hər biri 4 nukleotidlə davam eləyə bilər. Cavabımız 16. Eyni ilə digərində də belə. 1 vurulsun, adeninlə başlayan yalnız. 4 vurulsun 4. Digərləri 4 növ nukleotid ola bilər. Cavab 16. 208-ci sualda canlının mRNA-sində bütün kod tripletləri sitozin nukleotidi ilə başlasaydı, onda bu mRNA-də maksimum neçə növ kod tripleti ola bilərdi? Eyni ilə bayaqki kimi 1 vurulsun, 4 vurulsun 4-dən, cavab 16. 209-da mRNA 400 nukleotiddən təşkil olunub. Bu mRNA-nin sintezi zamanı əmələ gələn su molekullarında protonların sayı neçə ola bilər? 400 nukleotid varsa, deməli 399 molekul su ayrılır. Və bunu da hər molekul suda 10 proton olduğuna görə 3990 su protonu olacaq. 210-cu sualda orta nisbi molekul kütləsi 33.000 olan bir zəncirli zülal molekulun uzunluğu neçə nanometr olar? 33.000-i bölürük amin turşusunun kütləsinə 110-a. Bu eləyir 300 amin turşusu. Və 300-ü vururuq 0,35-ə. Cavabımız, bir dəqiqə vurun, 105 nanometr. 211. Orta nisbi molekul kütləsi 22.000 olan bir zəncirli zülal molekulun uzunluğu neçə nanometrdir? 22.000-i bölərik 110-a. Cavab 200 amin turşusu. Həmin 200 amin turşusunu da 0,35-ə vuranda cavabımız 70 nanometr. 212-ci sual. Bir zəncirli zülalın birincili quruluşunun əmələ gəlməsi zamanı neçə amin turşusu yalnız bir peptid rabitə əmələ gətirir? Tutaq ki, bu zəncirin başındakı amin turşusudur, bu ortasındakilardır, bu da sonundakidir. Ortada yerləşən amin turşular iki peptid rabitənin yaranmasına səbəb olur. Ancaq ilk və son amin turşuları bir peptid rabitə yaradır. Ona görə yalnız bir peptid rabitəsi yaradan ilk və sonuncu amin turşuları cəmi 2 eləyir. 213-cü sual. 124 amin turşusundan ibarət zülal zəncirinin birincili quruluşunun əmələ gəlməsi zamanı, birincili quruluş deyirsə, peptid zəncirindən söhbət gedir. Neçə amin turşusu 2 peptid rabitə əmələ gətirir? Əgər n sayda amin turşusundan ibarətdirsə, n çıxılsın 2, ortada qalanlar eləyir 2 peptid rabitənin əmələ gəlməsində. Deməli, 124 dənə amin turşusu varsa, bunun əvvəlindəki və sonundakı bir peptid rabitənin əmələ gətirir. Ortadakı 122 dənə amin turşusu isə 2 peptidi rabitə yaradır. Cavabımız 122. 214-cü sualda. Glikozanın parçalanma mərhələsi verib oksigenli parçalanma və ATF molekullarındakı orta fosfat turşusu qalıqlarının sayını verib. Deməli, oksigenli mərhələdə bir molekul glikoza parçalananda normalda 36 molekul ATF əmələ gəlir. Və hər bir ATF molekulunda 3 orta fosfat turşusu varsa, 36 vurulsun 3 mol
orta fosfat turşusu 36 vurulsun 3-dən 108 orta fosfat turşusu eləyir. 108 orta fosfat turşusu deməli 1 mol glikozanın parçalanmasından alınır. Bəs 36 mol orta fosfat turşusu buradan hesablayırıq 36 mol X. X bərabərdir 36 vurulsun 1 bölünsün 108'ə 1 bölünsün 3. Su molekullarının kütləsini istəyirik bizdən bir dəqiqə. Fosfat turşusunu yox. Belə yazım daha qısa şəkildə. Deməli 36 vurulsun 3 normalda parçalanmasından, oksigenli parçalanmasından, yəni 108 mol orta fosfat alınır, su molekulları alınır, kütləsi 42 vurulsun, 42 molekul vurulsun 18 qram. Belə qısa şəkildə yazın. 36'ya isə X. X bərabərdir 36 vurulsun 42 vurulsun 18 bölünsün 36 vurulsun 3'ə. Buradan 36'lar ixtisar getdi. 18 ilə də 3'ü ixtisar aparsaq burada qalır 6. 42 vurulsun 6'dan cavab 252 eləyir. Deməli X-in kütləsi 252 qram. Tapdıq. Sonra 215-ci sualda ATF-in sintezi prosesində 4 molekul AMF sərf olunub. Sintez olunmuş ATF molekullarının makroergik rabitələrindən neçə kilojol enerji toplanır? ATF parçalananda ilk öncə ADF-ə, sonra AMF-ə parçalanır. AMF üzərinə 2 mol orta fosfat turşusu gələndə 1 mol ATF alınır. Və bizdən 4 molekul AMF sərf olunmuşdur deyirsə, deməli burada 4 mol da ATF alınıb. Və bu ATF-də makroergik rabitələrində neçə kilojol enerji soruşur? 1 mol ATF-də 2 makroergik rabitə olduğuna görə 80 kilojol enerji olur. 4 mol ATF-də X bərabərdir 4 vurulsun 80-dən cavab 320 kilojol enerji. Energetik mübadilənin oksigenli mərhələsi zamanı 3168 qram karbon qazı alınıb. Normalda deməli karbon qazının kütləsi 44 qramdır. Biz həmin bu verilən ədədi 3168'i böləcək 44'dən. Bunun molunu hesablamaqdan ötürü. Bu da eləyəcək 72 mol karbon qazı. Və bu zaman deyir, oksigenli mərhələ zamanı bu qədər 72 mol karbon qazı alınır. Bu zaman neçə kilojol enerji istilik şəklində ayrılar? Normalda 6 mol ayrılanda karbon qazı İstilik şəklində ayrılan enerji 1160 kilojol idi. 1160 kilojol. Əgər 72 mola karbon qazına X kilojol. X bərabərdir 72 vurulsun 1160 bölünsün 6 mol. Buradan hesablayanda böyük bir rəqəm alınır. Deməli 13920. Cavabımız 216 13920. 217-ci. Energetik mübadilənin oksigenli mərhələsində 3168 qram karbon qazı əmələ gəlmişdirsə,
Deməli, yenə də bunu bölsək karbon qazına 72 mol eləyir. Birbaşa yazıram 72 mol CO2. Bu zaman neçə qram süd turşusu parçalanmışdı? Normalda 6 mol karbon qazının əmələ gəlməsi üçün 2 mol süd turşusu parçalanır. 72 mola x. X bərabərdir 72 vurulsun 2 bölünsün 6-ya. Bunu da hesablayanda qramla bizdən soruşur. Deməli, mol yazdım mən burada. Bizdən qramla soruşduğuna görə 180 qram. 180 qram. 72 vurulsun 180 bölünsün 6-dan cavab 2160 kilogram. 2160. 218-ci sual. Hüceyrədə qlikozanın tam parçalanmasından 114 mol ATF əmələ gəlmişdir. Sintez edilmiş ATF-in neçə mol oksigenli parçalama mərhələsində əmələ gəlib? Deməli, hüceyrənin tam parçalanması nəticəsində 38 mol normalda ATF əmələ gəlir. Hər iki mərhələ ilə birlikdə. 38 molun parçalanması üçün oksigenli mərhələdə 36 mol ATF alınır. Və 114 molun X. X bərabərdir 108. 219-cu sual. Hüceyrədə qlikozanın tam parçalanmasına 114 mol ATF sintez olunmuşdur. Sintez olunan ATF-in neçə mol oksigensiz parçalanma mərhələsində əmələ gəlib? Deməli, 38-in 2 molu oksigensiz mərhələdə yaranıb, 114-ün X. X bərabərdir 114 vurulsun 2 bölünsün 38-dən cavab 6 mol. 220-ci sual. DNT molekulunun bir zəncirinin müəyyən sahəsində amin turşusu kodlaşdıran 100 triplet var. Bu sahədə informasiya əsasən baş verən transkripsiya və translyasiya prosesləri zamanı neçə molekul su ayrılır? Tripletin sayı amin turşusunun sayına bərabərdir. Deməli, əgər 100 triplet varsa, deməli 100 dənə də amin turşusu var. 100 amin turşusu. Bu deməkdir ki, burada 300 nukleotid iştirak edir. 300 nukleotidin transkripsiya nəticəsində 299 mol su ayrılır. Translyasiya nəticəsində isə 99, 100 çıxılsın birdən 99 mol su. İndi bunları toplayanda 299 üstlərinə 99 bərabərdir 398 mol su. 221-ci sual. DNT molekulunun bir zəncirinin müəyyən sahəsində amin turşusu kodlaşdıran 300 nukleotid varsa, bu sahədəki informasiya əsasən baş verən transkripsiya və translyasiya prosesləri zamanı cəmi neçə molekul su ayrılır? Eyni sualın əksidir. 300 nukleotid varsa, deməli 299 mol su ayrılacaq. 300 nukleotid 100 amin turşusu deməkdir. 100 amin turşusu varsa, translyasiyada da 99 mol su ayrılacaq. Bu eləyəcək yenə 398. 22-ci sual. Qlikozanın parçalanmasının oksigenli mərhələsində 2320 kilojul enerji istilik şəklində ayrılmışdırsa, bu zaman sintez olunan ATF molekullarında neçə mol adenin azotlu əsası olacaq? Deməli, istilik şəklində oksigenli parçalanmada ayrılırdı 1160 kilojul enerji. Və 1160 kilojul enerjinin ayrılması üçün 36 mol ATF molekulu əmələ gəlirdi. Bu da deməkdir ki, 36 mol adenin azotlu əsası var idi. İndi bizə verib 2320 kilojul X. X tapırıq buradan 72 mol adenin azotlu əsası.
223-cü sual. Qlikozanın parçalanmasının oksigenli mərhələsində sintez olunan ATF molekullarında 72 mol adenin azotlu əsası olarsa, normalda 36 adenin azotlu əsası olur, 72 mol verib bizə. Və bu zaman neçə kilojul enerji istilik şəklində ayrılar? 36.160-dırsa 72x. X bərabərdir 2320. 224-cü sual. Energetik mübadilənin oksigenli mərhələsində 1512 qram su əmələ gələrsə, sintez olunan ATF molekullarında neçə mol ortofosfat turşusu qalığı olacaq? Qramı molla hesablayaq. 1512-ni bölək 18-ə. Böləndə 84 mol su eləyir. İndi biz bilirik ki, oksigenli mərhələdə 42 molekul su ayrılır. 42 mol su ayrılan zaman ortofosfat turşusunun sayı 36 vurulsun 3 eləyir. Yəni 36 mol ATF, hər ATF-də də 3 ortofosfat turşusu olduğuna görə belə yazdım. 84 mol suya X. X bərabərdir 84 vurulsun 36 vurulsun 3 bölünsün 42. Buradan ixtisar aparırıq, qalır 2. 72-ni də 3-ə vuracaq. Eləyəcək 216. Cavabımız 216. 225-ci sualda. Qlikozanın parçalanmasının oksigenli mərhələsində sintez olunan ATF molekullarında 216 mol ortofosfat turşusu qalığı olarsa, bu zaman neçə qram su əmələ gələr? Deməli, normalda 36 ATF molekulunda 3 ortofosfat turşusu qalığı əmələ gələndə 42 vurulsun 18 qram 42 molekul saydı suyun. Sadəcə qramdan birbaşa yazdım. 18 qramda hər su molekuluna düşür. 216 mola X. Buradan da X-i hesablayanda 216 vurulsun 42 vurulsun 18. Dəqiq ixtisar aparaq. 216 vur 42 vur 18 bölünsün 36 vurulsun 3'e. 36 18 2 7 bərabərdir 216 vurulsun 7 də cavab 1512. 1512. 226-cı sual. Amin turşu radikallarının nisbi molekul kütləsinin cəmi 972 olan polipeptid zəncirinin əmələ gəlməsi ən az neçə saniyə lazımdır? Radikalın kütləsi amin turşusunda deməli NH2, CH, COH və radikaldır. Amin qrupunun buradakı kütləsi 74 qramdır. Radikalın kütləsi isə 54-dür. İndi bizdən radikalın kütləsini, radikalların 972 verib. 972-ni biz bölürük 54-dən. Buradan nə qədər amin turşusu olduğunu tapırıq. Tapırıq ki, 18 amin turşusu var bu zəncirdən. Və bizə deyir ki, ən az neçə saniyə, yəni bu deməkdir ki, həmin amin turşuları maksimum sürətlə minimum saniyəyə birləşib zəncirə. Maksimum sürətlə birləşibsə, deməli 1 saniyəyə 6 dənə amin turşusu birləşib. 6 amin turşusu 1 saniyəyə birləşərsə zəncirə 18 amin turşusu X. X bərabərdir 3 saniyə. 227-ci sualda. Deyir, amin turşusu radikallarının nisbi molekullarının kütləsinin cəmi 1296-dır. Radikalı dedik ki, 54-dür. Bölürük 54-ə. Tapırıq burada 24 amin turşusu var. Və deyir ki, əmələ gəlməsində ən çox neçə saniyə vaxt lazımdır. Yəni, bu amin turşusunun birləşməsi maksimum saniyə çəkib, minimum sürətlə zəncirə qoşulub.
O zaman 5 amin turşusu 1 saniyəyə qoşulub zəncirə. 24 amin turşusu x bərabərdir 24 bölünsün 5'ə. Oradan da 24'ü 5'ə bölsək 4,8 eləyir cavab. (228-ci sual). Bitkinin fotosintez prosesi zamanı 10 saat müddətində əmələ gətirdiyi üzvü maddənin malik olduğu enerji 12.672 kilojoldur. Bu bitkinin fotosintez edici yarpaq sahəsini kvadrat metrlə hesablayın. 12.672-ni bölürük 17,6 kilojol enerjiyə. Görək burada nə qədər üzvü maddə əmələ gəlib. Və biz buradan tapırıq 720 qram üzvü maddə. Deməli, M-i tapdıq 720. Bizə T-ni verib 10 saat. S-i soruşur bizdən. S də bərabərdir. M bölünsün T-dən 720-ni 10-a böləndə cavab 72 kvadrat metr. Cavabı 72. 229-cu. Fərz edək ki, deyir, alimlər DNT-si yalnız 2 cür nukleotiddən təşkil olunmuş canlı orqanizm kəşf etmişlər. Bu orqanizmdə zulal sintezi zamanı hər bir amin turşusu 6 nukleotidlə kodlaşdırılarsa, onda amin turşularını kodlaşdıran cəmi neçə müxtəlif birləşmə əmələ gələr, kod olar. Bizdə normalda 3 nukleotid tutaq ki, 3 nukleotid birləşir, kod əmələ gətirir. Və 4 nukleotid növü var. Onlar 3-3 birləşəndə 64 kod tripletimiz olur. İndi bizə deyir ki, zulal sintezi zamanı hər amin turşusu 6 nukleotidlə birləşir. Amma 2 cür nukleotid var. Deməli, 2 üstü 6 bərabərdir. 2 üstü 6 yenə 64 edir. Deməli, yenə 64 eləyəcək cavabımız. 230. Fərz edək ki, alimlər DNT-si yalnız 3 cür nukleotiddən təşkil olunmuş orqanizm kəşf ediblər və bu orqanizmdə zulal sintezi zamanı hər bir amin turşusu 4 nukleotidlə kodlaşır. Yəni, belə olub da adenin, tutaq ki, guanin, adenin. 4 dənə nukleotid birləşib. Misal üçün. O zaman 3 üstü 4-dən 9 vurulsun 9, 81 nukleotid kod eləyəcəkdir. 81 kod. Sonra 231-ci sual. Glikoliz prosesində alınan suyun kütləsi 72 qram olub. Bu zaman istilik şəklində ayrılan enerjinin miqdarı ATF-in miqdarına sərf olunan enerjidən nə qədər çox olar? Normalda glikoliz zamanı 36 qram su ayrılır. Və 2 mol ATF əmələ gəlir. 200 kilojol enerjinin 80 kilojolu ATF şəklində toplanır, 120 kilojolu isə ətraf mühitə paylanır. İndi fərq olaraq 120-dən biz çıxanda 80-i 40 kilojol enerji eləyir. Nə qədər çox olar deyir. 36 qrama 40 kilojol çox olursa, 72-yə də x bərabərdir. Buradan 80. 232. Glikoliz prosesində 360 qram glikoza parçalanmışdır. Bu zaman istilik şəklində ayrılan enerjinin miqdarı ATF-in sintezinə sərf olunan enerjidən nə qədər çox olar? Deməli, eyni ilə bu sual 1 mol glikoza parçalananda 36 qram suyu yazmayaq burada elə. Fərq 40 kilojol eləyir. Çünki yenə 80 kilojoldan 120 kilojoldan 80 kilojol çıxırıq, 40 kilojol fərq eləyir. 1 mol glukozada 180 qramdır. Amma 360 qram glukozaya x bərabərdir, yenə 80 kilojol fərq eləyəcək.
233-cü sual. Deməli, bizə verib müəyyən miqdar qlikozanın parçalanması nəticəsində oksigenli mərhələdə əmələ gələn ATF molekullarının sayıdır. Normalda oksigenli mərhələdə əgər 1 mol glikoza götürsək, 36 molekul alınır. Su molekullarının sayı olacaq 42. Glikoliz nəticəsində 1 moldan 2 molekul ATF əmələ gəlir. Su molekullarının da sayı olur 2. Fərq olaraq, deməli, A-dan əgər B-ni çıxsaq, 36-dan 2-ni çıxsaq, 34 mol olur. 1 mol glikoza üçün fərq. İndi bizdən deyir ki, 136 olarsa bu fərq. Deməli, gəlin biz neçə mol glikoza götürüldüyünü tapaq. O zaman belə eləyək. A çıxılsın B, 36 çıxılsın 2, 34 mol elədimi? 34 mol fərq eləyəndə bu ATF molekulları oksigenli və oksigensiz mərhələdə 1 mol glikoza parçalanır. Əgər 136 mol götürülübsə bu fərq x bərabərdir 136 mol bölürük 34-ə. Cavabımız eləyir 4 mol glikoza. İndi biz tapdıq ki, oksigenli və oksigensiz glikoliz mərhələsində 4 mol glikoza götürülüb. 4 mol. İndi mən bu rəqəmləri silirəm 4 mol üçün. 1 mol üçün yazmışdıq bu rəqəmləri. İndi gəlin 4 mol üçün tapaq. Bizdən nə soruşur? X çıxılsın Y fərqini. 1 molda 42 mol su alınıbsa, 4 mola 4 vurulsun 42-dən eləyir 168 mol su. Və yaxud su molekulu 1 mol glikozadan oksigenli mərhələdə 2 mol alınıbsa, 4 mola 8 mol su alınıb. İndi bizdən fərqi istədiyinə görə 168-dən 8 molu çıxırıq. Cavabımız 160. Ümumiyyətlə, belə tipli məsələlərdə ilk öncə 1 molla fərqi hesablayın. Sonra sizə verilən rəqəmə uyğun maddənin molunu tapın. O zaman daha asan olacaq həlli. 234-cü məsələdə yarpağın ümumi sahəsini bizə verib S bərabərdir 3 kvadrat metr. Bitkinin gün ərzində fotosintez prosesində udduğu karbon qazının və buraxdığı oksigenin kütlələrinin zamandan asılı qrafiki verilib. Bax, yenə də burada aldığı və verdiyi oksigen və karbon qazı arasında fərqi verib bizə 14,4 qramdır və günün uzunluğunu hesablayıb deyir. Biz ilk öncə burada əmələ gələn üzvü maddənin miqdarını hesablamalıyıq. Gəlin fotosintezin reaksiyasını yazaq. Deməli, karbon qazı 6 mol karbon qazı üstə gəl 6 mol sudan alınır 6 mol oksigen və glikozda C6H12O6. İndi biz 6 mol karbon qazının kütləsini tapanda, deməli 6 vurulsun 44 eləyir 264 qram. Oksigenin kütləsi 6 vurulsun 32-dən eləyir 192 qram. Bunlar arasında fərq 264 qram çıxılsın 192 qram bərabərdir 72 qram fərq eləyir. Bu fərqimizdir bizim. Bizdən indi verib x-i, yəni bu fərqi 14,4 qram. 72 qram fərqin alınması üçün 1 mol glikoza, yəni 180 qram glikoza əmələ gəlir. Ancaq 14,4 qram üçün x tapırıq buradan 14,4 vurulsun 180 bölünsün 72-yə. Sıfırı bu tərəfə keçirsək 144-ü 72-yə 2 vurulsun 18-dən 36 qram. Tapdıq üzvü maddənin kütləsi 36 qramdır. Və digər tərəfdən yazırıq M bərabərdir 36, S bərabərdir 3, T-ni bizə soruşur, günün uzunluğunu. T bərabərdir M bölünsün S-dən, yəni 36 bölünsün 3-dən, cavabımız 12. Deməli, bu günün uzunluğu 12-dir.